Salam əleykum bir də. Deməli, inşallah ki, bizim bu il tədris ilində birinci bizim buraxılışımızdır. Mənim üçün də çox maraqlı oldu, çox belə gözlənilməz bir şeylər oldu ki, yəni çox özümə də təsir elədi ki, kimlərsə burada nəsə öyrəndi, mən ondan çox sevindim. Mən ümumiyyətlə həmişə öyrənməyin həmişə tərəfdarı olmuşam, öyrətməyin də tərəfdarı olmuşam. Hətta mənə gələn xəstələrimə birinci sözüm olur ki, sən sağalmaq istəyirsənmi? Əgər o sağalmaq istəyirsə, biz ona yardımcı oluruq. Yox, əgər sağalmaq istəmirsə, deyirəm ki, sən buradan dur get, bizi xəstə deyilsən. Həqiqətən elə xəstələr var ki, xasiyyətindən dolayı sağalmaq istəmir. Yəni, xəstə olmaq istəyir, onun kimsə qayğısını çəksin, kimsə onun dərdini çəksin, kimsə harasa aparsın, gətirsin. Amma sağalmaq istəyən, öyrənmək istəyən insanlar üçün həmişə bizim qapımız açıqdır. Çalışdığımız qədər bizim və mütəxəssislərimizin iştirakı ilə inşallah ki, biz nələrsə sizə öyrətdiksə, biz həqiqətən xoşbəxtdik ki, siz nəsə öyrəndiniz inşallah ki. Və hicama eləyəndə də ətrafınızda 3-5 hicama eləyənin içindən siz seçilməlisiniz. Bax, mənə nə qədər tanışlarım var, bilişlər var, deyir ki, heç olmasa bir dənə mənə sertifikat yazıb, deyirəm, olmaz. Mən verə bilmərəm sertifikat səni. Tanış məsələ işləyirsə də. Mən o sertifikat verim. Niyə? Çünki mən deyirəm, siz kimin gəlib burada oxusunlar, əziyyət çəksinlər, imtahan versinlər və sonda o sertifikatı həqiqətən halallıqla alsınlar. Baxmayaraq ki, bizim işçi də olsa, qıraq da olsa, o oxumayıbsa, eləməyibsə, ən azı bu sizin haqqınıza bir girmək kimində olmasın. Yəni, bizdə belə şeylər olmayacaq. Kimsə qıraqdan gələn nəsə sertifikat alan, nəsə eləyə, o olmayacaq inşallah ki. Və yenə də sizi təbrik edirəm. Gələcək işlərinizə nailiyyətlər arzu edirəm. İnşallah ki, özünüzə, ailəvizə, dostlarınıza, tanışlarınıza, ümmətimizə yararlı olarsınız inşallah. Ən azından bu Peyğəmbərimiz s.ə.v-in bir hədisidir. Yəqin ki, onları da oxumusunuz, təhsildə keçmişsiniz. Ən azı onu deyə bilərəm ki, hicamanın o qədər faydaları var ki, görün Peyğəmbərimiz s.ə.v Allah Taala ilə görüşə gedəndə, Meyrac səfərinə görüşə gedəndə, göyün deyir, mən 7 qatını keçdim və hər qatını keçəndə qarşıma çıxan mələk ordusu, ümumiyyətlə, yaradılışların ən çoxu mələklərdir. Deyir ki, qarşıma çıxan mələk ordusu mənə ümmətimi hicamanı əmr elə deyə söylədi. Yəni, o qədər bunun hicamanın mənəvi və fiziki bir müalicə tərəfləri var. Yəni, biz hicamı boynumuz ağrıyıb, başımız ağrıyıb, deyirik ki, hicamadı elədik, başım keçdi, boynumun ağrısı keçdi. Amma bu bizə bir mənəvi təmizlik də verir, qanımızın təmizliyini verir, bədənimizin təmizliyi, ruhu təmizlik verir. Yəni, hicamla həmişə bu tərəfdən də bir yanaşma olmalıdır. Təbii ki, indi dövrümüz belə bir dövrdür ki, bu tərəflərin biz daha çox abarda bilmirik və burada biz sizə deyirik. Yəni, baxın, mənim elə xəstələrim olub ki, bunlar başdan başa bir dəli olmaq dərəcəsinə çatıblar. Evi dağıdıblar, ailəsini incidiblər, atasını, anasını incidiblər. Amma biz onun başından 2 dəfə, 3 dəfə, 5 dənə hicam eləməklə bu tamamilə sağalır. Yəni, təbii ki, bunun ruhani tərəfləri burada üzə çıxır. Və bunlara da siz yəqin yenə də keçdiniz, müəllimlər də sizə dedi, biz də sizə dedik, bizim kitabımızda da bu haqda məlumatlar var. Yəqin ki, kitablarımız hamımızda var. İnşallah ki. Yenə də təbrik edirəm sizi, gələcək işlərinizə nailiyyətlər arzulayıram. Sağ olun.